Selamünaleyküm. Lənkəran rayonu Boladı kəndi. Əkin ərazilərinə gələn yol. Bunu bir neçə dəfə işıqlandırmışam, işıqlandırmaya da davam edirəm. Çünki Boladı kənd Bələdiyyəsinin sədri Dadaşov Səlman, müavini Həsənov Elman mənə əkin əkməyə icazə vermədilər, imkan vermədilər. Yolumu müxtəlif yollarla bağladılar. Yəni, mən əkin əkməyim. Bu, Rusiyadan göndərilən xüsusi təyinatlı Cabbarov milyoner, Cabbarov Eldarın siyasətinə ziddir. Bura mənim əkin ərazimdir. Yəni, payvəlli torpağım, ailə torpağımdır. Son 10 ildə ilk dəfə əkə bilmədim. Yəni, qoymadılar. Həm dinimizdə, həm qanunlarımıza görə kasıba əl tutmaq, torpaq əkməyə, əkinçiliklə məşğul olmağa köməklik eləmək kişilik sayılır. Bizim kənddə isə əkinçiliyin qarşısını almaq kişiliyi sayılır. Baxın, bu Cabbarov Eldarın əmri ilə olunan son illərdə aparılan siyasətdir. Dövlətimizin bu siyasətdən, bu aparılan əməllərdən xəbəri yoxdur. Mən məlumatlar verirəm və verməkdə də davam edərəm. Bunlar mənim üzərimə cürbəcür saxta iddiamlarla məhkəmə işləri qaldırırlar. Cabbarov Eldar pul kisəsinin ağzını açıb, məndən mübarizəyə başlayıb. Amma əsas məsələ ortaya çıxanda öz yaxasını qırağa çəkir ki, mən bu kətdə heç kiməm, mən Rusiya vətəndaşıyam, bu kətdə heç bir işim sənətim yoxdur. Fakt, Bələdiyyə, Boladı kənd Bələdiyyəsi bütövlükdə ona xidmət edir. Onun siyasətinə, Rusiyanın ekspansiyona siyasətinə qulluq edir. Yəni, gələcəyə Rusiya üçün platform hazırlanır burada. Dövlətimizin əleyhinə çevrilişə hazırlıq gedir. Baxın, bu su ötürücü kanaldır mənim üçün. Mənim ərazimə gələn su ötürücü kanal. Bu bilərəkdən belə olunur ki, yəni mən əkin əkməyi bir dəfəlik dayandırım. Çünki mən pis nümunə göstərirəm, əkinçilik nümunəsi göstərirəm. Bilərəkdən bu şərait yaradılır ki, cəmiyyət əkinçilikdən əl çəksin. Yəni, bu torpaqlar bağışlanılsın Cabbarov Eldara. O da torpağın üzərindəki, həm də ki altında dövlətə, xalqa məxsus təbii sərvətləri talamağa hazır qalıb. Bunun üçün mənim sübutlarım var, kifayət qədər dəlillərim, sübutlarım var. Əgər may ayında bu yollar belədirsə, bu bir neçə ayada və sona kimi də düzəlməyəcək. Bu ağaclar kəsilməlidir əvvəla. Nümunə üçün mən öz ərazimdən ağaclar kəsdim, məni məhkəməyə verdilər və başqalarına nümunə göstərdilər ki, kimsə yolları təmizləməyə cəhd eləməsin. Yəni, bu Dadaşov Səlmanın dövlətimizin əleyhinə apardığı siyasətdir. Mən əkinçiyəm də, mən torpağımla dolanmalıydım da, yaxşı, qarşıma aldınız, torpağımı əkməyə qoymadınız. Bəs mən nə ilə dolanım? Bir cavab verin görüm. Hər şeyi hesablamışsınız, bircə şeyi hesablamamışsınız. Kişilik ruhunu hesablamamışsınız. Çünki o sizdə yoxdur. Hədə qorxular, mənə qarşı hədə qorxu gəlmək, təzyiq göstərmək, ailəmə təzyiq göstərmək, xəstə anama təzyiq göstərmək bu kişiliyə yaraşır. Amma ancaq Bələdiyyəyə, onun müavininə və Cabbarov Eldar sənə yaraşır. Bəli, sizə yaraşır. Baxın, bu yollarla mən getməliyəm, əkin əkməliyəm. Birincisi, ilk müsbət rəy yaradanlar var. O müsbət rəy yaradanlar da kimlərdir? Seçki komissiyasının bir qrup üzvü, mədəniyyət işçiləri, bir qrup müəllimlər. Onlar müsbət rəy yaradırlar ki, güya ki, Zəfər yalan danışırmış. Qalan şeylər, hər şey qaydasındadır. Kətdə əkin əkmək istəyən yoxdur. Heç kim əkin əkmək istəmir. Baxın bu yollara, bu yollarla heç ayaqla piyada gəzmək olmur. Nəinki bura texnika gətirmək. Mən tələb edirəm aidiyyəti qurumlardan. Bizim Boladı kəndində dövlətin əleyhinə fəaliyyət göstərilir və dövlətə qarşı növbəti addımlar hazırlanır. Dövlətimizə qarşı, prezidentimizə qarşı, dövlətçiliyimizə qarşı. Bunun başında da Cabbarov Eldar dayanır.